Azər Həsənoğlu burun çəpərinin əyliyi idi. Yaxına gətir. Burun çəpərində qırdaq hissəsi düzdür, amma sümük hissəsində belə bir şpur var. Bax, çəpər düz belə olmalıdır. Görünə boyda şpur deyirlər buna. Sümük əyliyi var ki, bu qoymur nəfəs almağa. Biz məcbur olduq, bunu çıxartdıq. Ki, bu çıxmasaydı, nəfəs almağı bərpa etmək mümkün olmayacaqdı. Maneçilik törədən buydu. Həmçinin krista maksillaris, yəni ənc darağı da götürüldü ki, nəfəs almağı daha genişlənsin ki, rahat nəfəs ala bilsin. Amma əsas problem buydu. Artıq çəpərin sümük bölməsində, vomerdə olan şpuru götürdük. Qırdaq hərəkətliliyi tam fiksə olunub deyə çökmə yoxdur. Çünki fiksasiya olmasaydı, əgər hərəkətli olsaydı, donqarıq verərdi. Ona görə biz yoxladıq. Qırdaq hissə, çəpərin qırdaq hissəsi hərəkətli deyil. Hərəkətli olsa tikməliydik. Qalır. İndi isə seyri quşağını tikirik. Qulaqların koordinasiya elədik. Burun tənəffüsünü tam bərpa elədik. İndi artıq bir dəqiqə yoxlayacaq ki, burun tənəffüsü necə işləyir. Onu yoxlamaq üçün kəs. Adicə aspiratorla biz artıq sərbəst burun boşluğuna girə bilirik. Hər iki tərəfdə rahat gedir. Bu onu göstərir ki, artıq mani olan faktor yoxdur. Çəpərdə hematom olmasın deyə hörümçəkvari tikiş qoyulub. Bunu təzə başlayanlar üçün bilmək vacibdir. Bunu qoymasam şişkinlik verər, qan yığılar və ilməyə bilər. Həm də hörümçəkvari tikiş qırdağın fiksasiyası üçün də kömək edir. Yəni qırdaq tərpənməsin. Sağlana qədər qırdaq tərpənməsin. Qırdağı da fiksasiya edirik. Hörümçəkvari tikiş o deməkdir ki, çoxlu pevariş tikişlər qoyulur hər tərəfdə. Artıq çəpərlə, seyli qışayla çəpər arasına qan yığılıb hematoma verməsin. Əməliyyat çox çəkən əməliyyatdır. Təxminən 20-22 dəqiqə çəkən bir əməliyyatdır. İndi avrovodka ilə narkoz çox çəkməsin. Spirintimizi hazırlayın. İndi də spirinti qoyaq. Spirintimizi də qoyuruq ki, burnun fiksasiya eləsin. Artıq rahat keçir. Silikonlar qoyuruq. Əvvəl yodoform turunu da qoyuruq. Xəstə üçün çox ağırlı idi və çox narahat idi. İndi artıq silikon splitlər qoyulur və fiksasiya edirik ki, tutulmasın, hematoma verməsin və bir həftədən sonra da silikonları çıxardacağıq ki, artıq normal nəfəs ala biləcək. Bəzi mütəxəssislər vaxtından qabaq çıxardırlar, vaxtı ilə mənim kimi. 3 gündən sonra çıxardırlar, onda çoxlu bitişmələr, yəni spaykalar verə bilər, bitişmələr əmələ gələ bilər. Ona görə vaxtından tez çıxartmaq məqsədə uyğun deyil. Yaxşı olar ki, bir həftə qalsın. Əməliyyatımız